Salam dostlar. Çoxları bazarda yalnız satış hissəsini görür. Amma o satışın arxasında necə bir zəhmət olduğunu çox adam bilmir. Bizim günümüz hələ hava işıqlanmamış başlayır. Səhər tezdən oyanırıq. Quşların son vəziyyətini yoxlayır, onları ehtiyatla qəfəslərə yığırıq. Hər birinin sağlam şəkildə bazara çatması bizim üçün vacibdir. Bu iş təkcə bildirçin və ya ördək satmaq deyil. Bu iş səhər tezdən başlayan zəhmət, ailənin dəstəyi, ümid və halal zəhmətlə qazanılan ruzidir. Bu videoda mənim üçün ən dəyərli anlardan biri də var. Evdən çıxmağa hazırlaşanda balaca qızım yuxudan oyanıb bizi yola salır. O an mənə həm sevinç verir, həm də daha böyük məsuliyyət hiss etdirir. Çünki insan ailəsi üçün çalışanda yorğunluq da, çətinlik də başqa cür görünür. Daha sonra qəfəsləri maşına yerləşdiririk. Hər şey hazır olandan sonra yola çıxırıq. Yol bəzən uzun, bəzən yorucu olur. Amma hər bazar günü yeni bir ümidlə yola düşürük. Bazara çatdıqdan sonra iş yenidən başlayır. Qəfəsləri yerləşdiririk. Vitrini hazırlayırıq və hər şeyi səlqəyə salırıq. Sonra isə səbirlə ilk müştərini gözləyirik. Bəzən bazar çox yaxşı keçir. Bəzən isə gözlədiyimiz kimi olmur. Amma bir şey dəyişmir. Hər dəfə eyni həvəslə, eyni zəhmətlə işimizin başındayıq. Mən bu videoları ona görə çəkirəm ki, siz yalnız nəticəni yox, o nəticəyə gedən yolu da görün. Çünki hər satışın, hər yumurtanın və hər quşun arxasında görünməyən böyük bir əmək var. Əgər belə real təsərrüfat və bazar videolarının davam etməsini istəyirsinizsə, videonu bəyənin və şərhlərdə fikirlərinizi yazın. Sizin dəstəyiniz bizi daha maraqlı videolar hazırlamağa həvəsləndirir.